Salamlar, nəhayət yenidən birlikdəyik. Mən sizi bugün mənimlə bir gün keçirməyə aparam. Burada videomuzda biz sizinlə gedirik. Yeni bir evlənəcək insanların ev bəzətisindəyik. Burada mənim nənəmgilin kəndində, Məhəmməddə. Burada gəlmişik ev bəzəməyə. Burada isə video mənim düz çəkməyim və səbəb odur ki, mən before after videosu çəkmək istirdim, amma sonradan isə yadımdan çıxdı. Heç videonu da yana ki çəkməmişəm. Burada isə biz kuxnada evləri səliqəyə salırıq. Sonra isə mən sizin evin sonraki daha səliqəli halını, yəni hələ daha pərdələr salınmamışdı, stollar aşağı enməmişdi, xalçalar salınmamış. Belə bir halını mən sizə videoya çəkmişəm. Gördüyünüz kimi ev çox gözəl alınıb. Biz isə evdə paltarları yerləşdirdik, mətbəxdə qabları yerləşdirdik, hamı otağın səliqəyə saldıq, mebelləri səliqəyə saldıq, sildik, süpürdük, təmizlədik. Yəni təmiz olması üçün, yeni bir evli insanların gəlib yaşaması üçün hamısını. Və gördüyünüz kimi mətbəx çox gözəl alındı. Hər bir şey tam səliqəli bir şəkildə yerinə qoyduq. Burada sadəcə pərdələr, jalüzlər qalıb. Pərdələr ütlənməli idi, onları hələ salmamışdıq yerinə. Bundan sonra isə biz bir ad gününə getdik, saray bağlarında olan. İndi mən sizə həmin yerləri videoya çəkmişəm. Çox gözəl idi. Balaca bir uşağın ad günü idi. Gözəl keçsi, maraqlı keçsi və bağ evi də çox gözəl idi. Ev 2 mərtəbə idi, həyəti isə geniş idi. Həyətində isə hər şey var. Bircə baseynisi çatışmırdı. Bu da bizim belə maraqlı, macəralı dolu bir günümüz. Bunda isə sizin sonra tem videosu gözləyir. Bu qədər. Videomuzun davamında isə 100 manatlıq bir tem bağlama açırıq. Burada toplam 100 manat var. Bunun yarısı məndən vurduq, yarısını isə mamanın kendisindən. Təbii ki, açıb baxmışam biraz, çünki mən çox maraqlı idi içində nə var. İndi ona görə yenidən baxaq. Bir daha açaq. Başlayaq. Mən istəyirdim qızlı rəngdə şeylər olsun. Mən özüm üçün alıram bunları. Gələcəkdə evimdə işlətməyə. Baxın, belə bir götürən. Bundan 2 dənə vurmuşum, 2 dənə gəlir. Sonra isə burada belə bir salat və ya tost doğramaq üçün. Baxın, material o qədər qalındır ki, o qədər gözəldir ki. Yəni naziklərdən, keyfiyyətsizlərdən deyil, qətiyyən. Sonra burada belə bir vilka qaşıq dəsti var. Mən isə bunun asan olsun deyə hərəsindən bir dənə çıxartdım. Və çıxartdım, belə ki, sizə göstərim. Baxın, bunların bəzi növləri olur ki, o qədər nazik olur ki, elə bir iquşqadır. Amma bunlar o qədər gözəldir materialı. Rəngi, parlaqlığı və materialı qalındır ən əsas olaraq. Yəni, yumuşaq deyil, əyilən deyil. Məsələn, tez əyilmir. İndi işlətdikdən sonra da mən sizin üçün video çəkərəm, görək necə qalır, rəngləri solurmu, solmurmu. Amma belə çox xoşuma gəldi mənim, tam istədiyim kimidir. Və biz baxdıq əsasən o 6 yox, 12 nəfərlik olsun. Və oradan belə bir süzgəc dəsti almışıq. Süzgəc yəqin məndə var, amma mən sırf yəni qızıl istədiyimə görə istəyirəm mətbəxdə işlətdiklərim qızlı rəngdə olsun. Ona görə biz bunu da aldıq. Gözəl idi. Belə bir qəs var. Bu materialı söz açığı mənim xoşuma gəlmədi taxta, çünki nazik idi. Amma hər ehtimalda gündəlik istifadə üçün pis deyil, istifadə eləmək olar. Baxın, belə bir qaşıqlardır. Sonra belə bir növ qaşıqdır. Yaxşıdır, amma elə bilirəm biraz nazikdir, yəni biraz dəkliyi yoxdur. Və bunun belə bir çömçəsi də var. Çox gözəldir amma. Sadəcə belə ilk baxışda nazik görünür, belə, yəni nazikliyini göstərirəm sizə. Ancaq bəkdir, yəni baxın, belə əymək olmur. Bu paketimiz bitdi. Burada isə belə bir şey var. Mən sizə göstərim. Mən bunu biraz daha qalın gözləyirdim, amma material çox nazikdir. Yəni baxın. Nazikdir. Bunu sadəcə sunumluq, məsələn, nəyisə bişirəndən sonra bunun içinə tökürsünüz və masaya qoyursunuz, sadəcə sunumluq olaraq. Üzərinə də qızlı bir qaşıq, vilka və s. Və bu 3 ölçülədir. Baxın belə. Siz elə bir 3 ölçülə tavadır, bək materialdadır, amma yəni belə üçünü də masaya qoyub sunumluq kimi istifadə eləmək olur.
Və təbii ki, buradan sifariş vuran zaman özümü düşünməyə bilməzdim. Buradan çox gözəl bir sırğa almışam. Parıltısı möhtəşəmdir. Və əlavə olaraq içərisində 2 ədəd qulaq arxası üçün qoyublar. Bunu dəmir formasında çox gözəldir. Baxın. Çox gözəl parlaqlıq var. Dəhşət gözəldir. Və mən bunu dəst olaraq almışam. Şalvarla. Belə bir kablo almışam. Bunu da yenə çox xoşuma gəldi. Çox gözəldir parıltısı. Yəni düşündüyümdən qat-qat yaxşı gəldi. Və belə bir köynək almışam. İndi bilmirəm, orada yəqin belə bir şeylər bəyənirsinizsə, yəqin ki, Temmuzda qarşınıza çıxır. Baxın, belə içərisindən zərləri olan. Baxın belə, çox gözəl. İstənilən ölçü mövcud idi. Və belə bir şalvar almışam. Mən belə tipli, əslində şalvar da deyil, yəni bunu nə deyirlər, satin deyək, satin şalvar. Belə şalvarları çox bəyənirəm. Baxın, çox gözəldir, materialdır, iç göstərmir. Tək kəlmə ilə mükəmməldir. Bunu bununla dəstləşdirdim və üzərinə bu sırğanı çəhrayda rəng qatsın deyə aldım kabranı. Birdən paketinə qoyanda fikir verdim ki, mən heç onu sizə demədim. Heç özüm də baxmamışdım, amma bu dəfə baxanda görürəm ki, baxın, tikilişi, yəni bir dənə çap çıxmayıb. Tikilişi mükəmməldir sadəcə. Yəni sadəcə orasında yox, burasında da tikilişi mükəmməldir. Çox gözəldir. Bir sözlə super. Ola bilər ki, bəziləriniz bilir, bəziləriniz yox. Temudan belə bir gift kart da sifariş edə bilərsiniz. Məsələn, Temuda kimin üçün hədiyyə vurursunuzsa, onun içərisinə belə bir söz də yazdıra bilərsiniz. İndi burada tərsinə yazdırıblar. Amma yazmışam mən məsələn, mən özüm üçün yazdım ki, hər bir çox xeyirli olsun, sağlıqla işlədim və s. Amma yəni siz əgər biri üçün hədiyyə alırsınızsa, buradan belə bir gift kart da sifariş edə bilərsiniz və hədiyyənizin yanında qoya bilərsiniz. Bunu məsələn, bununla sonunluq almışıq. Bu da çox gözəldir. Bu ikinci bağlamamızdayıq. Bunu mən yox, mamam seçib. Məsələn, bunun içərisində nargiz, kartofili və s. Bunu sonluq kimi çox gözəl sunum eləmək olar və belə bir qablar almışıq. Bu da 3 ölçüdədir. Amma mən bunları biraz böyük gözləyirdim. Gözlədiyimdən balaca gəldi. Amma yəni sizə deyim ki, qalınlığı, içərisi tam tək kəlmə ilə mükəmməldir. Çox gözəl görünür. Yəni qıraqdan da, videoda da çox gözəl görünür. Bunun içərisində mən bəyənmədiyim tək şey oldu ki, baxın, bu limon vilkasıdır. Ancaq çox keyfiyyətsizdir. Çox keyfiyyətsizdir. Elə bil iquşqadır. Ancaq yəni istifadə eləmək olar. Sadəcə çox nazikdir. Yəni ona görə alanda rəylərə baxmaq lazımdır. Ümumiyyətlə alanda fikir vermək lazımdır. Belə nazik gəlməsin. Bu da yəni 3 manatın nə qədər idi, ona görə qaytarmaqda düşünmədik. Mamam belə bir özünə corab alıb, yəni belə bir corabda set qiymətində içərisində 10 dənə olmalıdır, 5 rəngli. Bu da bilmirəm, 5 ya 6 manat belə bir qiymət almışdı. Bu isə çox gözəl gəldi, gözlədiyimdən də gözəl. Bu isə hansı ki masada salfetka içərisinə keçirdirsiniz və qoyursunuz belə bir mirvari, yenə bu da qızıl rəngdə. Çox bəyəndim, yəni salfetkanı buradan belə keçirirsiniz, belə qoyursunuz limçən qırağına, yanına isə belə bir vilka qaşıqlarınız qızıl rəngdə çox gözəl görünür masada. Videomuz da bu qədər, aldıqlarım belə idi. Bu qədər. Özünüzə yaxşı baxın, hələlik. Video məhsullarının linkini isə aşağıda qoyacağım açıqlama bölməsində. Sağ olun.